qatar ən ucuz nəqliyyat vasitələrindən biridir də. Azərbaycanda Bakıdan Akstafaya, Qazaxa da yox, Akstafaya bir tim bu tərəfə getməyin biletlərinin qiyməti, mən sizə deyim, 25 manat, 75 manat, 125 manat. 125 manata cəmaət buradan Macaristana uçur. Düzdür ya, 125 manata nə biletdir bu? Nə qatar biletidir? 75 manat orta segmentdə, 75 manat. 75 manatda baxın 50 avro eləyir. 50 avroya buradan Pegasusla filanla Gürcüstandan buradan yox, buradan mümkün deyil. Pegasusla filan İtaliyaya uçur cəmaət. Qardaş, siz bu qiymətləri necə müəyyən edirsiniz? Nə ilə müəyyən edirsiniz? Hə, birinci kateqoriya tutaq ki, cəhənnəmdə 25 manat başa düşdü. İkincini elə 35 manat, üçüncünü elə 45 manat. Məsəl üçün deyək də, kimsə komfortda getmək istəyirsə, 40-da 125 manat nə deməkdir? Ayla baxaq. Ya, hardan hara gedirəm mən? Özü adını da qoyublar sürət qatarı. Bilirsiniz də 80-dən gedirsə, Azərbaycan standartlarına görə əgər 60-dan 100-ə qədərsə bu sürət qatarı gedir. 60-dan adam qaça-qaça az qala qatarı keçər bu məsələdə. Yəni bizdə nəqliyyat xərcləri də yüksəkdir. Kifayət qədər yüksək qiymətədir. Olmaz bu ən az daxili yəni vətəndaşlar üçün, yerli vətəndaşlar üçün aşağı ilə turistlər üçün nə qədər istəyirsən qaldır da.